الحمد لله. الحمد لله الذي لم يجعل الموت فجأة بلا رسالة ولا نهاية بلا إنذار ولا الرحيل بلا تذكير، بل جعله آية للمتفكرين وعظة للغافلين وبابا لا بد لكل نفس أن تمر منه. وأشهد أن لا إله إلا الله وحده لا شريك له، شهادة من أيقن بالفناء وعرف أنه راحل واستعد للقاء وعلم ما بعد الدنيا حساب شديد، وأن الوقوف بين يدي الله حق لا مفر منه، وأن السؤال آت، وأن الجواب لا يكون بالأماني بل بما قدمت الأيدي. وأشهد أن محمدًا عبده ورسوله بعثه الله نذيرًا بين يدي الساعة، يخوف بالله، يوقظ القلوب من غفلتها، ويقول لو تعلمون ما أعلم لضحكتم قليلا ولبكيتم كثيرا. صلى الله وسلم عليه وبارك على آله وأصحابه ومن اهتدى بهديه إلى يوم الدين. Amma ba'd. Həmd edirik Allah Taalaya. Həmd ona məxsusdur. Həmd edirik ki, ölümü ani etməyib, əksinə ondan öncə elçilər göndərib. Ölümü xəbərdarlıqsız sonluq etməyib, əksinə o səfər üçün, o ayrılıq üçün bildiriş göndərib. Ayə edib onu düşünənlər üçün, qəflətdə olanlar üçün moizə edib, qapı edib, hər bir nəfsin keçəcəyi bir qapı. Şəhadət edirəm, ondan başqa ibadətə layiq haqq məbud olmadığına, onun tək olduğuna, şəriki olmadığına, elə bir şəhadət ki, fani olduğunu yəqin bilən bir şəhadət. Bu dünyadan köçəcəyini bilib, hazırlaşan birinin şəhadəti ilə, elə bir şəhadət ki, bilir ki, dünyadan sonra hesab şiddətli olacaq, ağır olacaq. Allahın önündə durmaq mütləq bir həqiqət olacaq, qaçılmaz olacaq. Və bilənin ki, sual gələcək, lakin cavab ümidlərlə, xəyallarla olmayacaq. Əllərin irəli sürdüyü əməllərlə olacaq. Şəhadət edirəm ki, Muhammed onun qulu elçisidir. Qiyamət saatından öncə göndərdiyi, xəbərdar edən, müjdələyən bir elçisidir. Allahla qorxuzub, yatmış qafil qəlbləri oyadıb deyərək ki, mənim bildiyimi bilsəz, az gülüb çox ağlayardınız. Sonra Allahın salamı və salavatı olsun onun üzərinə, ailəsinə, əshabına, bu yolda addımlayan hər bir kəsə. Və sonra deyirəm ki, Allahdan qorxun. Həqiqi təqva ilə, layiqli qorxu ilə. Qorxun elə bir qorxu ilə ki, sanki yəqinsiz ki, önündə duracaqsınız. Soruşulacaqsınız ömrünüzdən, soruşulacaqsınız gözünüzdən, qulağınızdan, aşkarınızdan əvvəl gizlinizdən. Və Allah'a and olsun ki, ölümü xatırlamaq ümidləri daraldar. Hesabı xatırlamaq, yada salmaq qəlbləri titrədər. Və Allah'ı çox tanıyan ondan çox qorxar. Və bu da ariflərin sifətidir.
və neçə günlər keçib bizim üçün və elə zənn etmişik ki, adidir. Lakin həqiqətdə bir risalədir, həqiqətdə bir elçidir. Neçə yorğunluğa qatlanmışıq, demişik keçib gedər, həqiqətdə xəbərdarlıq olub. Neçə cənazə vidalaşmışıq onu ilə, demişik hələ sıra növbə bizə çatmayıb. Əksinə, o isə bizə deyib ki, sıra yaxınlaşıb, bugün ölümdən danışmayacaq, yox. Lakin onu aparan yoldan danışacaq. Onun elçilərindən danışacaq, hansı ki ondan qabaq gəlir. Sonra mələklərdən danışacaq. Hansılar ki onu tamamlayır, son möhrü qoyur. Bu Allahın sünnətidir. Bəndələri üçün qoyduğu bir sünnətdir. Və rəhmətindən xəbərdarlıq etməmiş, cəzalandırmır, elçi göndərməmiş, cəza vermir. Bu Allahın dəyişməyən qanunudur. Qula hüccət qaldırmamış, onu yaxalamır. وَمَا كُنَّا مُعَذِّب۪ينَ حَتَّى نَبْعَثَ رَسُولًا. Biz elçi göndərməmiş, əzab vermərik. Ona görə deyir, fərdlərə xitab edərək, olaraq da əvələm nuammirkum mə yətəzəkkəru fihi mən təzəkkər və cəəkum nəzir. Məgər düşünə bilənlər üçün düşünə biləcəyi bir ömür vermədikmi? Onlara xatırladan gəlməmişdi. Deyirlər təfsir alimləri ki, bəziləri o xatırladan Muhammeddir sallallahu aleyhi və səlləm. Bəziləri deyib ki, Qurandır. Lakin İkrimə, Sufyan ibn Uyeynə, Vaki, Rezed ibn Abbas radiyallahu anhu deyir ki, o xatırladan əşkiyədir. Saçın ağarmasıdır. Saçın ağarması. Yəni Allah Taala sənə o qədər ömür verib, nəhayət elçi göndərib saçını ağartmaqla ki, hazırlaş. Ona görə gəlib əsərlərin birində ki, ağaran hər bir saç, hər bir tel yanındakına deyir ki, hazırlaş, ölüm yaxınlaşır. Ona görə elçidir Allahın saçın ağ olması. Və bəzilər deyib ki, o xatırladanlardan biri də qızdırmadır. Yəni xəstəlik. Həmçinin deyilib ki, ailəndən, atandan, anandan, yaxınlarından, qohumlarından kiminsə ölümüdür o elçi. Xatırlamadır. Ona görə bu elçilər mələklər deyil. O elçilər rəhmətdir. Allahdan əzab gəlməmişdən əvvəl xatırlama edir sənə. Və ölümün elçiləri əbəs yerə gəlmir. Boş yerə gəlmir. Keçən günlər hamısı elçidir. Ey adam övladı, sən yalnız günlərsən. Hər gün keçdikcə bir hissən keçir. Necə Həsən el-Basri rəhiməhullah deyir. Və deyir həmçinin, Erzədə Fudayl ibn İyad, qul nə qədər ümidlərini uzadarsa, əməli pisləşdirər. Ona görə də ağ saç, ağ tel başındakı o sənin üçün bəzək deyil, zinət deyil, xəstəlik cəsədindəki təsadüfən gəlməyib. Qüvvətli, əbəs yerə zəiflik, əvəz eləməyib. Ömər ibn Abdüləziz deyir ki, İnnəl leylə və nəhar yə'mələni fik fə'məl fihimə. Gecə gündüz sənin üzərində çalışır, işləyir. Sən isə onun içində əməl elə. Onun içində işlə. Hər bir ağrı elçidir. Hər bir itki elçidir. Dünyadan olan hər bir dəyişiklik xəbərdarlıq məktubudur. Ona görə təhlükədə olan insan o kəsdir ki, elçiləri görür
Lakin anlamır, başa düşmür, dərk eləmir. Həlak ölümün elçilərinin gəlməsi deyil. Həlak o elçiləri başa düşməməkdir. Ona görə bədbəxtliyin əlaməti odur ki, insana, qula xatırlama edilir, lakin xatırlamır. İbn-i Qeyyim Rahiməhullah deyir ki, qulun başına gələn elə bir bəla yoxdur ki, günah səbəbi ilə olmasın. Elə bir əzab yoxdur ki, günah səbəbi ilə olmasın. Çünki ibrət almır. Ona görə deyirlər ki, sələflər, gələn bəla günaha görədir. Yalnız tövbə ilə qalxır o bəla. Ona görə kim canında xəstəlik uzanıbsa, tövbə etmirsə, saçı ağarıbsa, qayıtmırsa Allaha, cənazələri görür, keçir yanından, ibrət götürmürsə, bil ki, qəlbi möhürlənib, o hiss etməsə də. Qəlbi bağlanır. Elə ki, elçilər bitir, qurtarır, xəbərdarlıq sona çatır, icra başlayır. Yerinə yetir, olacaq. Ondan sonra mələk gəlir. Veya mələklər gəlir. Həttə izə cəə əhədukumul məvtu təvaffəthu rusuluna və hum la yufarritun. Onlara ölüm gəldiyi an bizim elçilərimiz onların canını alarlar və onlar səhlənkarlıq etməz. Bunlar gəldiyində nə ağsaç fayda verəcək, nə xəstəlik şəfayətçi olacaq, nə itirilmiş, hədər edilmiş vaxt geri gələcək. Ona görə xatırla, daima ölümü, elçilərini, çünki ölümü xatırlamaq insana ibrət almağa köməkdir. Bəs edir ki, sevinci azaldır. Mən əksərə zikral mevti qallə fərahu və qallə həsəduhu. Deyir ki, Əbu Dərdə radiyallahu anh, kim ölümü çox xatırlasa, sevinci azalar, həsəd etməyi azalar başqalarına. Və mələklər gəldiyində unutmurlar, səhlənkar deyirlər, gecikmirlər, qafil olmurlar. Nə ünvanı unudurlar, nə adı unudurlar. Və baxmırlar, şanım var, şöhrətim var, məqamım var, malım var, mülküm var. Nə bir dəqiqə gecikirlər, nə bir neçə saniyə tez gəlirlər. Və mələkin gəlməyi elə bilmə hamıya eyni gəlir, yox. Heç də hamı üçün eyni gəlmir. Hərəyə bir üzdən gəlir. Müxtəlif sifətdə, fərqli yanaşma ilə, fərqli qarşılaşma ilə. Ona görə fikir ver, Allah Teala doğru yolda olanların halını xatırlayır. Deyir ki, İnnellezine qalu Rabbunallah thumma istaqamu. O kəslərdir ki, dedilər ki, Rəbbimiz Allah'tır. Sonra doğru yolda oldular. Tətənəzzəlu aleyhimul mələikə. Mələklər nazil olar onlara, iner, deyərlər, əllə təxafu və lə təhzənu. Deyərlər, qorxmayın, kədərlənməyin, müjdələyərlər onları. Qorxmayın, kədərlənməyin. Bu yorğunluğun sonudur, əminamanlığın başlanğıcıdır. Amma kafirlər haqda وَلَوْ تَرَى اِذْ يَتَوَفَّ الَّذ۪ينَ كَفَرُوا. Kaş ki, görsəydin küfr üzərində ölənləri və ölüm anını, اِذْ يَتَوَفَّ الَّذ۪ينَ كَفَرُوا الْمَلَائِكَ. Necə mələklər onların canını alır. يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ. Onların üzlərinə vurur, arxalarına vurur, kürəklərinə vurur. Gələn eyni, lakin müxtəlif cür qarşılama. Müxtəlif cür qəlblər. Ona görə də ölümün elçiləri əgər danışa bilsəydi, deyərdilər ki, təkrar göndərildi sənə. Lakin cavab vermədin. Əgər ağ saç, qocalır, danışa bilsəydi, deyərdi ki, mən sənin sonuncu üzrünəm. Aparılan, daşınan cənazələr danışa bilsəydi, deyərdi ki, növbə bitməyib hələ.
sadəcə yaxınlaşır. Sıra sənindir. Ona görə Fudayl ibn İyad rahimehullah bir kişini görür. Deyir ki, Kəməmuluk, neçə yaşın var? Deyir ki, 60 sənə 60 yaş. Deyir ona ki, sən 60 ildir Allah'a doğru gedirsən, az qalıb ki, çatasan. Kişi deyir ki, innə lillahi və innə ileyhi raciun. Həqiqətən Allahdanıq, Allaha da qaydacaq. Deyir ki, ey qardaşım, bilirsən mənasını. Deyir, bilirəm. Bilirəm ki, Allahın quluyam və Allaha da qaydacam. Deyir ki, ona, ey qardaşım, əgər kimsə bilirsə ki, Allahın quludur və bilirsə ki, ona qaydacaq, bilməlidir ki, onun önündə dayandırılacaq və bilirsə ki, onun önündə dayandırılacaq, bilməlidir ki, ondan soruşulacaq. Elə isə suala cavab hazırlasın. Suala cavab hazırla və ağlayır kişi deyir ki, وَمَا الْحِيلَ يَا Fudayl. Ey Fudayl, nədir? Həl. Deyir ki, yəsir, asan. Nə qalıb ömründən? Onda Allahdan qorx ki, Allah Teala keçmişdə olanları və nə qalıb onda olanı da bağışlasın. Ona görə Allahdan qorxun. Dərk edin Allahın risaləsini, göndərdiyi elçilərini. Hələ ki, fürsət var ikən, əməl dəftəriniz mələklərə təslim edilməmişdən qabaq, diqqət edin özünüzə, qəsrdən, qəbrə daşınmamışdan əvvəl, diqqət edin halınıza, işıqdan zülmətə düşməmişdən əvvəl, dünyadan axirətə, ünsiyyətdən təkliyə qapılmamışdan əvvəl, övladlarınızla, ailənizlə, həmyaşıdlarınızla oynadığınızı qəbirdə qurt-quş dəyişməmişdən əvvəl, dünyadan yeyib-içib ləzzət aldığınızı torpaq, palçıq dəyişməmişdən əvvəl və hamımız Allah'a doğru gedəcəyik. Bu qaçılmazdır. Onu ilə qarşılaşacağıq və gedirik də və az qalıb çataq və hər bir nəfs bil ki, çıxsa qayıtmır. Və ola bilsin ki, yatasan, durmayasan, ayılmayasan və ola bilsin ki, çıxasan evdən, lakin çiynlərdə qaydasan. Ona görə də aqibətimizə qarşı nankör olmamalıyıq, kör olmamalıyıq və layiq qeyd olmaq aqibətimizə qarşı yaraşmaz bizə də. Unutmamalıyıq özümüzü, qəflətdə davam etməməliyik, əksinə ayılmalıyıq. Bəs edir bu elçilər xatırlamadır sənə. Allahdan diləyirəm ki, Allah Teala ölümün elçiləri gəldiyində bizdən yan keçib getməsin, bizi ayıltsın, elə getsin. Hələ fürsət varkən o elçiləri, onların gətirdiyini dərk etməklə bizi ruziləndirsin və mələklər də bizə gəldikdə, göndərildikdə rəhmətlə gəlsinlər, əzabla yox, müjdə ilə, şiddətlə, sərtliklə yox. Allahım, ən xeyirli əməllərimizi sonuncu et. Ən gözəl kəlməmizi dünyadan köçdükdə la ilahə illallah et. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qoru. Bizi eşidib faydalardan et. Əqulu mə təsmə'un və əstəğfirullah li və ləkum və lisəyiril muslimin min kulli dəm. Fəstəğfiruhu innəhu huvəl ğafurur rahim. Elhamdülillahi Rabbil ələmin. Vəssalatu vəssalamu alə əşrafil ənbiyə vəl mursəlin. Nəbiyyə Muhammedin və alə əlihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, innəllahi ya'muru bil ədli vəl ihsani və itəi dil qurbə və yənhənil fəhşai vəl munkəri vəl bəği. يعظكم لعلكم تذكرون واقموا الصلاة